İrandan Türkiyəyə növbəti raket hücumu. Gündəm xəbər nefrində 9 mart tarixidir və bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxılan və ölkənin hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb və qeyd eləyək ki, raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO-nun hava və raketdə müdafiə sistemləri tərəfindən məhv edilib. İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib. Raketin bəzi hissələri Qaziantepdəki boş sahələrə düşüb və hadisə nəticəsində xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə bir daha vurğulayırıq ki, ərazimizə və hava məkanımıza yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Hər kəsə xatırladırıq ki, Türkiyənin bu mövzuda xəbərdarlıqlarına qulaq asmaq hər kəsin xeyrinədir deyə qurumun bəyanatında bildirilir. Qeyd eləyək ki, bu ikinci belə raket hücumudur. Belə ki, bir neçə gün öncə məhz İran tərəfindən atılan raket Türkiyənin Hatay ərazisinə düşmüşdü və bir neçə saat öncə isə məhz İranın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Bəqai açıqlamasında Azərbaycana və Türkiyəyə hər hansı bir hücumların edilmədiyini açıqlamışdı.